Mənzil İnşaatı Dövlət Agentliyi Binəqədi Yaşayış kompleksindəki mənzilləri satışa çıxarır. Satış prosesi dekabrın 3-ü saat 11-dən dekabrın 12-si saat 11-ədək davam edəcək. Güzəştli mənzillər növbəti dəfə satışa çıxarılır. Binəqədi Yaşayış kompleksində 204 mənzilin satışı nəzərdə tutulur. Binəqədi Yaşayış kompleksinin ümumi sahəsi 9 hektardır və bu kompleksin ərazisində yaşayış binaları ilə yanaşı 80 yerlik bir uşaq bağçası və 960 şagird yerlik ümumi təhsil məktəbinin də istifadəyə verilməsi nəzərdə tutulur. Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatına görə kompleksdəki mənzillər tam təmirli şəkildə təqdim olunur. Binalarda kombi sistemi, qaz və elektrik sayğacları da quraşdırılıb. Binəqədi Yaşayış kompleksindəki 9 və 12 mərtəbəli binalar yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək. Kompleks ərazisində vətəndaşların rahat yaşaması üçün istirahət güşəsi, uşaqlar üçün oyun meydançası və həmçinin futbol meydançası mövcuddur. Qeyd edək ki, mənzillərin əldə edilməsi prosesi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Lalə Allahverdiyeva, Röyal Əsədov, Rəşidə Zülfüqarova, ASTV xəbər.